neçə gün bundan qabaq Martın 20-si Fujifilm yeni 102 megapiksellik fotokamera təqdim elədi. Satışı isə mart ayında olacaq. Təsəvvür edin, orta format bir kameradır, 102 megapikseldir və dəyişilməyən tək lensdir. You ever feel overwhelmed by choices? Everywhere you look, infinite possibilities. Fujifilm GFX 100 RF. RF kanalında da var, amma bu sabit lens üçün RF adlandırılıb. Deməli 735 qrama malik bu kamera segmentindən Hasselbladla eyni səviyyədədir. Orta formatdır, 102 megapikseldir və ən əsası da bu GFX seriyalarında ən ucuz, ən yüngül kameradır. Bu kameranın təqdimatını canlı yayında izlədim. Bir neçə fotoqrafla çağırılmışdı. Həqiqətən biraz başa düşülməsi zor oldu, amma qiymət baxımından da biraz yüksəkdir, çünki orta formatdır. Bu da başa düşüləndir. Deməli bu il 2025-ci ildə kameralar bundan əvvəlki videoda baxın, burada mən indi qeyd edəcəm. Kamera B Apple oxşayan bir kamera. Bunda da əsas funksiya məhz dizayna üstünlük verilmişdir. Bu kamerada da həmçinin dizayna üstünlük verilib. Fujifilmin rəsmiləri belə deyir. Keçək obyektivə. Obyektiv ümumiyyətlə sabit obyektivdir. 35 mm-dir. Ekvivalenti 28-dir. Fotoqraflar üçün qorxulu bir efektur. Amma Fujifilmin tanıtım videosunda bir neçə fotoqraflara verilmişdi ki, demo versiyasına. Mən də belə mənfi fikirdəydim, lakin çəkilişlərə baxanda müsbət doğru fikirlərim oldu. Bu kamera medium formatdır. Yəni nə qədər crop eləsəz, şəkil yenə də keyfiyyətini itirmir. Bu da onun özəlliklərindən biridir. Kameranın dizaynına baxanda alüminiumla hazırlanıb, premium bir kameradır və üst segment üçün çıxartdığına deyilib. Bir çox youtuberlərə baxdım, bu kameranı istifadə edən təbii ki. Əl oturuşu çox rahatdır deyiləmə görə. Ən əsas nüanslarından biri də bu kameranın ən maraqlı tərəfi ondan ibarətdir ki, aspekt ratio bir neçə növdür. Birin 1-ə, 65-dən 24-ə bizə çəkiliş üçün bir neçə növ verir. Baxın, ekranda indi görəcəksiniz. Burada sabit lensdir, 35 mm f4 dəyərində 45, 63 və 80 mm-ə qədər crop etmək olur. Şəkildə heç bir itki yaranmır. Orta format olduğu üçün üstün cəhətlərindən bir də budur mənə gəlir. Ənənəvi olaraq Fujifilm bu kamerada da film simulyasiyaları verir. Bir neçə film simulyasiyaları var. Səhv eləmirəmsə 20-yə yaxın olanlardır. 4K-da 30 FPS dəyərindədir, amma mükəmməl üst izləmə prosesoruna malikdir. Olduqca mükəmməldir. Kameranın qiyməti isə kəllə çapdır. Təqribən $5000, yəni $4900 civarındadır. Mart ayının sonunda artıq satışa çıxarılacaq. Gəlin indi məhz YouTube-a keçək və həmənki tanıtım videosunu tam ətraflı baxaq. Fujifilmin proqrametri belə kadrlarlandır. Mən indi saxlayacağım, bəzi kadrları ötürə edəcəm ki, problem yaranmasın YouTube-da. İlk sənələrdə Fujifilm haqqında, Fujifilmin yeni çıxmış GFX 100 RF haqqında ətraflı danışır Praqada və bu kameranın özüdür. Bu lens mənə 35-1.4-ü, Fujifilmin 34-1.4-ünü xatırladır aspekt olaraq. Bu əvvəlki kameranın tanıtım videosudur. Bu hissədə kameranın sabit lensi olduğunu deyir. 35 mm f4 dəyərindədir bu kamera. Tək lensdir, stabil lensdir. Əvvəldə də dediyim kimi RF sabit lens məsafə ölçər kimi adlandırılıb. Burada da özü qeyd edilir, fix lens. 735 qrama malikdir bu kamera.
və bunu digər xoş filmin digər məhsulları ilə müqayisə edirlər. GFX 50R-də GFX 50R 775 qramdır. X-D5 yeni buraxılan X-D5 isə lens qarışıq 797 qramdır, amma bu yeni kamera 735 qramdır lenslə bir kameranın 102 megapiksel olduğunu deyir və prosesorun X prosesor 5 olduğunu deyir. Üstün təbii ki, bu kameranın bu işlətmənin bir çox müsbət cəhətləri var. Onlardan biri də göz nöqtəsinin daha dəqiq çalışması ilə fərqlənir. Birinci qonağı Daviddir. Praqada yaşayır bu həmin şəxs və küçə fotoqraflığı ilə məşğuldur. Onunla tanınır. Təşəkkürünü bildirir hal-hazırda və şəhəri gəzərək bir neçə foto çəkirlər. Onlar haqqında danışır, necə razı qaldığını deyir. Növbəti qonaq John Jones'dur. Bu Danimarkalı məşhur fotoqrafdır. Bu da küçə fotoqrafı ilə məşğuldur və bunu burada artıq bu kameranın kompaktlığını sevdiyini deyir. Alüminiumdan hazırlanır bu kamera. Kameranın daxili stabilizatoru mövcud deyil. Bu da mənfi nüanslardan biridir, amma fikirləşək ki, mən X-D3-də çəkimlər edirəm. Bu kamerada da daxili stabilizator yoxdur və fotolarda düzdür o qədər də yaxşı nəticələr əldə etmək olmur. Yəni orta stabil bir nəticələr əldə edirsiniz. Videoda amma daxili stabilizatorun olmamasına baxmayaraq olduqca gözəl videolar çəkir. Mən çox məmnunam ümumiyyətlə X-D3-dən və burada da tək lensdən 35 mm olmağına baxmayaraq bunu crop edir. 45, 63 və 80 aralığında crop edir və nəticəsi isə göz qabağındadır. Yəni mükəmməl bir növ razı qaldığını deyir. Burada da qeyd olunur və videonun özündə də qeyd olunur. 4-ün 3-ü 3-cüsüyə, 16-nın 9-a, 65-in 24-ə, 17-nin 6-ya, 3-ün 4-ə, 1-in 1-ə, 7-nin 6-ya, 5-in 4-ə, 4-ün 3-ə. Ümumilikdə bizə 9 format verilib. 3-ün 4-ə təzə formatdır. 17-nin 6-ya bu məhz ikisi təzə formatdır. Və burada digər kameralarla danışır. X-D1-dirsə, bilməmsə bu köhnə modellərdir. Bu ikisi də lap köhnənin modelləridir. Fokus aralığı 20 cm-dir bu kamerada. Burada da qeyd eləyir minimal fokus aralığı və nəticələr sən göz önündədir deyir. Və ondan sonra məşhur fotoqraf olan Lianı dəvət edirlər. Bu xanım Afrikada bölgəsel fotoqrafla məşğuldur. Belə dostlar, o kamera haqqında ətraflı düşüncələrinizi yazın, şərhlərdə özünüzə yaxşı baxın. Hələlik.